salli ala Muhammed. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Muhterem müminler, muhterem mümineler, Allah mübarek Ramazan ayının son cümlesini hamımız için mübarek karar versin. Amin. Amin. Allah bu güzel günleri bizim için sonuncu karar vermesin. Amin. Bu ayda ibadet, itaatlerimizi kabul eylesin. Amin. Dualarımızı kabul eylesin. Amin. Hastalarımıza tezliyle şifa inayet eylesin. Amin. Allah hastalıklarla bizleri imtihan eylemesin. Amin. Dünyadan küçük gidenlerimizi, şehitlerimizi garip rahmet eylesin. Amin. Geçen günlerimiz geçip Allah gelen günlerimizi daha hayırlı, daha uğurlu, daha bereketli karar versin. Amin. İmam Zaman Ağa'nın zuhurunu tezleştirsin. Amin. Zuhuruyla dünyamızı güzelleştirsin. Amin. Bizleri Ağa'nın zuhuruna hazır olanlardan karar versin. Amin. Hamımızın akıbetini, ahiretini hayırlı ve istekli karar versin. Amin. Bu dualarımızın kabulünden ötürü Muhammed ve Ali Muhammed'i 3 defa ucalı salavatla Allahümme salli ala Muhammed. Ali Muhammed. Allahümme salli ala Muhammed. Ali Muhammed. Allahümme salli ala Muhammed. Ali Muhammed. Azizler, Ramazan ayının ilk cümlesinde veyahut hala girmemişten qabaq belə bir ifade işlətdik ki, bu Ramazan bize verilen yeni fürsətdir ve yeni fürsət kimi de değerlendirilmelidir. Ama çok təəssüf ki, bugün deyirik ki, artık bu fürsət bu ildə bizim əlimizdən çıxmaqdadır. Allah'a dua edək ki, Allah bunu sonuncu karar vermesin. Amin. Amin. Allah hakikaten de bu aydan müsbət istifade edip özünü Allah'a bağışladanlardan bizleri karar versin. Amin. Allah oruç namazımızı bir daha halis niyetle öz dergahında kabul eylesin. Amin. Amin. Bu niyete de ucalı bir salavat etsin. Allahümme salli ala Muhammed. Ali Muhammed. Muhterem azizler, artık bir neçə gün qalıb ki, bayramla üz-üzəyik. İslamın en büyük bayramlarından biri Fitr bayramı. Bu bayram bizim el dilinde Ramazan bayramı adlanır ve Fitr bayramı adlanır. Fitr bayramı adlanmasının sebebi nedir? Ne için biz bu bayrama Fitr bayramı diyoruz?
Fitir iftar etmək, yəni yemək sözündəndir. Mümin, müsəlman bir ay oruç tutur. Oruç tutandan sonra isə nədir? Haman günü ilk dəfə nə edir? Ramazan ayını qutarandan sonra günüz qida qəbul edir, iftar edir. Ona görə ona fitr bayramı deyilir. O günə qədər, bu 30 gündə bizə gündüz yemək nədir? Qadağandır. Olmaz. Amma Ramazan bitən kimi ilk bayram günü biz ki orada iftar edirik, yeyirik. Ona görə nədir? Adlanır nə? Fitr bayramı. Və həmçinin də haman günün ən önəmli əməli olan fitrə zəkatıdır. Fitrə zəkatı. Ona görə adlanır ki, çünki haman gün biz iftar edirik və nə veririk? Fitrə zəkatı veririk. Zəkat bəzən biz belə başa düşürük ki, o zəkatın adı fitrədir. Fitrə niyə adlanıb? Fitr bayramı, fitrə zəkatı eyni kökdəndir. Yəni, iftar etdiyimiz gün verdiyimiz nə? Zəkat. Əzizlər, İslamın böyük bayramları var, o böyük bayramlarında da biri Ramazan bayramıdır, Fitr bayramıdır. O bayramın önəmli əməlləri var, lakin ən önəmli əməllərindən biri fitrə zəkatıdır. Fitrə zəkatı malın zəkatından fərqlidir. Çünki malın mülkün zəkatı ildə bir dəfə insan öz malın mülkünü hesabat edir. İndi zəkat öz yerində deyilib nələrdə vacibdir, haçan vacibdir, hansı həddə çatanda vacibdir, haçan vacib deyil, bu malın zəkatına aiddir. Lakin fitrə zəkatı isə malın zəkatı deyil. Fitrə zəkatı insanın bədəninin zəkatıdır. Ona görə də bu zəkata deyirlər zəkatul əbdan, bədənlərin zəkatı. Yəni, bu insanın sağlamlığının zəmanətidir. Allah bunu ona görə vacib edir insana. Ümumiyyətlə, zəkat sözü ərəb sözüdür. İki mənaya bunu izah eləmək var. Zəkat, zəka sözündən, yəni paklamaq və yaxud paklanmaq. Allah da Quran-ı Kerimdə Peyğəmbərə əmr edir, xud min əmvalihim sadaqatan tutahhiruhum. Onların malından, mülkündən sədəqə götür ki, onları nə elə? Pak edəsən. Demək, zəkat bir mənada paklamaq, pak etmək mənasındadır. İnsan malından, mülkündən zəkatı verir, öz malının mülkünü nə edir? Pak edir. Bir mənada isə zəkat inkişaf etmək, artırmaq mənasına gəlir. Bu da o mənayadır ki, insan öz malının, mülkünün zəkatını verməklə Allah onun malından, mülkünə nə verir? Bərəkət verir. Onun malından, mülkündə nədir? Allahın inayəti ilə, lütfü ilə artım olur. Ona görə Allah Quran-ı Kerimdə bunu üzür zəkat bu mənaya adlanması, Peyğəmbər və Əhl-i sözündə bu mənaya adlanması ki, həm paklanmaq və həm də artım mənasına insan həm mənlə pak olur və həm də nədir? Onun malın mülkünə Allah Subhanahu wa Ta'ala öz bərəkətini nə edir? Nazil edir. Əzizlər, zəkat fitrəsi dinin fitrə zəkatı. Ramazan ayının bayramında verilən fitrə zəkatı bizim dində, şəriətdə önəmli, vacib əməllərdən biridir. Belə ki, Allah Quran-ı Kerimin Əla surəsinin 14-cü ayəsində Qəd əfləhə mən təzəkka, kim zəkat versə, uğur qazanıb, xoşbəxt olub ayəsini təfsir ediblər bizim müfəssirlərimiz. Nə ilə? Yəni fitrə zəkatıdır. Kim versə, o insan uğur qazanıb, xoşbəxt olan insanlardan olur. Bu, yenə də təkidlə deyirəm, fitrə zəkatı mal zəkatından fərqli olaraq bizim sağlamlığımızın nə idi? Zəmanətidir. Ona görə də bu məsələdə səhlənkarlıq eləmək olmaz. Ona görə də bu məsələdə xəsislik eləmək
Olmaz. Bizim vəzifəmiz nədir? Vəzifəmiz odur ki, bu günləri bu məsələyə, bu vacibə qarşı hökmümüzü bilək və ona riayət edək. Əvvələn, Allah Subhanahu və Teala Ramazan bayramı kimi bir bayramda nə üçün belə bir nədir? Zəkatı bizə vacib edib. Dedim, bədənin sağlamlığı öz yerində. Lakin o gündə nə üçün? Nə üçün bayram günü? 30 gün sən Allaha səbr imtihanı verirsən. Təqva mərhələsində ucalmaq üçün, təqvanı əldə eləmək üçün 30 gün ac qalırsan, susuz qalırsan, sonra isə nədir? Bayram günü fitrə zəkatı verirsən. Nə üçün? Rivayətlərə baxsaydı. Ümumiyyətlə, zəkat, həm mal zəkatı və həm də bədən zəkatı kasıbların haqqını təmin eləmək üçündür. Allah Subhanahu və Teala bizə nə deyir? Allah bizə deyir ki, siz eləyə bilməzsiniz ki, bayram günü sevinəsiniz, amma ətrafınızda nədir? Kasıb insanlar, ehtiyaclı insanlar, möhtac insanlar nədir? Onlar nahilac qalıblar. Ona görə də baxın, o zəkat fitrəsinin verilmə vaxtında da bu məsələlər hamısı nəzərə alınır. Ona görə baxın, Allah bunu zəkatın vacib olunması, xüsusən də fitrə zəkatının vacib olunması və bayram günündə bu insanların kasıbları, möhtacları diqqət nəzərində saxlamalarıdır. Onları da sevindirməsidir. Buna biz hamımız bir mənalı şəkildə diqqət eləməliyik. Yaxşı qardaşlar, zəkat, fitrə zəkatı kimə vacibdir? Bu hökmləri mən qısa şəkildə deyirəm sizə, hamınız yadınızda saxlayın. Fitrə zəkatı kimə vacibdir? Kim verməlidir və kimin əvəzinə verməlidir? Əvvələn, fitrə zəkatı hər bir ağıllı, azad, müsəlman olan fərdə əgər kasıb deyilsə vacibdir. Əvvələn nə olsun? Ağıllı olsun, ağlı başında olsun. İkinci, müsəlman olsun. Üçüncü, azad olsun. Azad nə mənaya deyirəm? Azad keçmişdə quldarlıq dövrünə görə bu şərt qeyd olundu. İndi azad, həbsdə, azad o fərq yoxdur. Həbsdə olan aman o qul sayılmır. Yəni, o da nədir? Onun da zəkatı hesablanmalıdır. Deməli, ağıllı, müsəlman, azad olan və maddi imkanı yerində olan hər bir fərdə zəkat vermək nədir? Fitrə zəkatı vacibdir. Fitrə zəkatı insan kimin əvəzinə verir? Ailə başçısı. Həm öz əvəzinə və həm də öhdəsində olan hər bir fərdin əvəzinə verir. Hətta evində olan xidmətçisi də belə, əgər onunla bir yerdə yaşayırsa və yaxud daha başqa bir cümlə ilə deyək, hər bir şəxs ki, insanın çörək yiyəni sayılırsa, sənin ailəndən bir üzv sayılırsa, onun maddi dəstəyini sən edirsənsə, sənin çörəyindən, sənin çörəyini yiyirsə, onun zəkatını vermək sənə vacibdir. Belə başa düşməyək ki, bax, mən şərt dedim ki, kim nə olsa, hər bir ağıllı, müsəlman, azad insan. İndi birdən, məsələn, Allah bütün xəstələrə şifa versin. Bütün evində nədir? Ruhi xəstəsi var. İndi onun əvəzinə zəkat vermək olmaz. Yəni, vacib deyil. Ona vacib deyil. Lakin onu, nədir? Onun ailə başçısına, onun maddi tərəfdən təmin ediyənə, onun çörəyini verənə, onun zəkatını vermək vacibdir. Şəxsən ona vacib deyil. Lakin bu kimin öhdəsindədirsə, o, onun əvəzinə o zəkatı nə eləməlidir? Verməlidir. Demək, biz zəkatı, ailə başçıları diqqətli olmalıdırlar. Kimin əvəzinə verməlidirlər? Özlərinin və bütün ailə üzvlərinin nədir? Əvəzinə verməlidirlər. Hətta, məsələn, evində bir xidmətçi var və yaxud evində, məsələn, bir nəfər var, uzun müddətli onun evində qalır, işləyir, onun da zəkatı ona vacibdir. Çünki nədir? Onun çörək yiyəni sayılır. Yaxşı, birdən, məsələn, ailənin bir fərdi tələbə kimi, məsələn, ailənin yanında deyil, başqa yerdə yaşayır.
Madam ki onun da bütün xərclərini ata ödüyor, aile başçısı ödüyor. O evde olmasa da, uzakta olsa, başka yerde yaşasa da yine de onun fitre zekatını ailenin başçısı ne eləməlidir? Çıxarmalıdır. Bizim cəmiyyətimizdə belə bir şey var. Məsələn, bu məsələdə mən dünən də namaz arasında danışdım. Bunu yenə də təkidlə təkrarən deyirəm. Keçmişdə də eşitmişik. Bayram gecəsi birinin evinə qonaq gəlsə, qonağın zəkatı kimə vacibdir? Ev yiyəsinə. Lakin bunu bu formada başa düşməyək. Bunun şərtləri var. Hansı qonağın zəkatı ev yiyəsinə vacib olur və hansı qonağın zəkatı ev yiyəsinə vacib olmur? O qonağın zəkatı ev yiyəsinə vacib olur ki, o qonaq ev yiyəsinin icazəsi ilə, razılığı ilə, istəyi ilə, dəvəti ilə bayram gecəsi girməmiş, yəni hələ gün batmamış onun evinə gələr, onun evində qala, gecəliyə və ürfən onun çörək yiyəni hesab edilər. Əgər belə olsa nədir? Onun zəkatını kim verməlidir? Ev yiyəsi verməlidir. Lakin yalnız və yalnız məsələn bayram gecəsində bir nəfər iftar süfrəsi açıb evinə 40 nəfər, 50 nəfəri dəvət edir. Bu insanlar gəlib iftar eləyib gedəcəklər. Belə bayram gecəsi gün batmazdan qabaq onların evinə gəlsələr, onun evinə gəlsələr də belə onların zəkatını ev yiyəsi verməməlidir, vacib deyil. Bu onlara şamil deyil. Bu gəlir sadəcə iftar edib gedəcək. Bu kimə aiddir bu məsələ? Qonağın zəkatını ev yiyəsi verməlidir. O şəxsə ki, gəlir, qalır, orada gecələyəcək, yatacaq, gecəni də orada yiyəcək, səhər də orada olacaq. O insanların zəkatını ev yiyəsi verməlidir. Və illə məsələn bir nəfər, 40 nəfər, 50 nəfər bayram gecəsi iftara dəvət edib, hamısının zəkatını versə, özü məşəqqətə, çətinliyə düşər. Ona görə bu vacib deyil. Və bəzən də biz bayram gecələri evimizə qonaq gəlməkdən biraz qorxuruq ki, bu zəkatını biz veririk. Belə deyil. Bu şərtləndir. Amma biri gəlib, oturub sənin evində biraz iftar süfrəsində iftar atıb gedəcəksə, sən onun zəkatını verməməlisən. Yəni, bu vacib deyil sənə. Bunu bu formada başa düşmüşük, çoxumuz səhv başa düşmüşük. Bunun şərti budur. Demək, əzizlər, kim verməlidir, kimin əvəzinə verməlidir, bunu da nə elədik? Həmsinin də, baxın, bunu da əlavə edeyim. Bayram gecəsi, yəni gün batmazdan qabaq evdə doğulan yeni uşağa da nədir? Zəkat vermək vacibdir. Amma gün qurub eləyəndən sonra, gün batandan sonra doğulana isə nədir? Vermək vacib deyil, verilsə daha məqsədə uyğundur. Yaxşı, zəkatın vacib olma vaxtı haçandır? Nə vaxt bu zəkatı biz çıxartmalıyıq? Zəkatın vacib olma vaxtı şəriətlə əsas vaxtı bayram gecəsi sabit olandan sonradır. Bayram gecəsi ki, ay göründü, bayram gecə ki sabit oldu, onda nədir? Yəni gün batdı, bildik ki sabahları bayramdır, onda hər birimizə dediyim formada zəkatı nə eləmək, çıxarmaq vacib olur. Yaxşı, fitrə zəkatını qabaqcadan vermək olar, ya olmaz. Burada alimlər arasında rəy, fikir ayrılığı var, lakin bəzi alimlərin nəzərində ondan qabaqcadan da vermək olur, heç bir problem. Yəni mən istəyirəm, məsələn, hələ bayram olmayıb, indidən istəyirəm nədir? Fitrə zəkatını verir. Heç bir evi yox. Ramazan ayı daxil olandan sonra nədir? İnsan hələ 20 gün, 30 gün sonra bayram olarıq. Bəzi alimlərdə Ramazan girdi, sən indidən fitrə zəkatını edə bilərsən. Çıxara bilərsən. Bir nəfər məsələn ehtiyaclıdır, ona maddi dəstək lazımdır, indi vermək daha məqsədə uyğundur, elə edə bilərsən. Lap belə deyək ki, o alimlər ki, məsələn, deyirlər ki, ancaq gərək bayram gecəsi çıxarılsın. Onun da çıxış yolu var. Çıxış yolu nədir? Yəni, sən eləyə bilərsən ki, aman o kasıb, o fəqir ki, sənin bu maddi dəstəyi və ehtiyacı var, o indi onu istəyir, sən ona nə edirsən? Fitrə zəkatı niyyəti ilə vermirsən ona. Borc məqsədi ilə verirsən, deyirsən, gələ məsələn, mən bu 30 manatı, 40 manatı sənə borc verirəm. Borc verdir ona. Bayram gecəsi olanda niyyət edirsən ki, o zəkatı.
Yani bunun her taraflı yolu var. Birden mesela desək, mən bir alimə məsələn təqlid edirəm ki, o icazə vermir. Deyir, ancaq elə bayram gecəsi. Bayram gecəsi desə də nədir? Bu forma ilə biz onu nə edə bilərik? Bayramdan qabaq da verə bilərik. Demək, əsas vaxtı hasandır? Bayram gecəsidir. Nə vaxta qədər verilməlidir? Başlanğıc nöqtəsini dedik, bu bitmə nöqtəsini dedik. Bitmə nöqtəsi hasandır? Fitrə zəkatı. Bayram namazı qılanlar üçün bayram namazına qədər nə olmalıdır? Çıxarılmalıdır. Çıxarılmalıdır nə deməkdir? Yəni ayrılmalıdır. İndi ola bilsin ki, sən namaza qədər 8-9-da kasıbı tapa bilmirsən, evinə gedə bilmirsən, bəlkə yatıb. Amma əsas o işlər nə edirsən, onu çıxarırsan, qoyursan nədir? O vaxta qədər çıxarırsan, kənara qoyursan. Birdən əgər unuttun, ta zöhr namazına qədər, belə deyək də, limitin var, çıxarmalısan, verməlisən. Birdən zöhr namazını o tərəfə keçdi, artıq nədir? Yenə də verməlisən, amma əda və qəza niyyəti edə bilməzsən. Niyyət edildirsən, boynunda olan nədir? Fitrə zəkatını verirəm. Artıq sən vaxtını eləmirsən, keçirmirsən. Bayram gecəsindən maksimum həddi zöhr namazına qədərdir. Amma yaxşı olar bayram namazına qədər sən onu çıxarasın. Birdən çıxara bilmədin, yenə də ümumi niyyətlə nə eləməlisən? Çıxarmalısın. Bu məsələlərə, qardaşlar, diqqət eləmək lazımdır, riayət eləmək lazımdır ki, biz bu işi icra edərkən şəriət necə deyibsə o cür icra edirik. Daha önemli bir məsələ, zəkat fitrəsi ibadətdir. Niyyət onda şərtdir. Niyyət nədir? Şərtdir. Bir gün nədir? Niyyətsiz namaz var. Niyyətsiz namaz batildir, niyyətsiz də zəkat fitrəsi nədir? Batildir. Bəli, mən dəfələrlə demişəm, niyyəti dilə gətirmək vacib deyil. Sadəcə olaraq bu əməli icra edərkən ailə başçısı kimi deyirsən, ilahi mən özümün və ailə fərdlərinin əvəzinə bu ilki fitrə zəkatını verirəm, qürbətə bir Allah. Bunu demək, yəni niyyət eləmək lazımdır, ürəkdən keçirmək lazımdır. Və yaxud o işi, pulu ayıran zaman, o məbləği ayıran zaman, onu nədir? Ən azı fikrindən keçirmək lazımdır ki, mən bu məqsədə durub bu işi icra edirəm. Və niyyət də nədir? Önəmlidir, bu işə diqqət eləməliyik. Bundan sonra fitrə zəkatı ilə bağlı, əzizlər, fitrə zəkatı nə qədərdir? Ən önəmli suallardan biri budur ki, nədir? Nə qədərdir? Biz nə qədər fitrə zəkatı çıxarırıq? Fitrə zəkatını biz bu günləri, məsələn, bəzi insanlar deyir ki, siz bizim pulla məbləğini təyin edin, nədir? Canımız rahat olsun. Şəriət onu müəyyən şeylərlə vacib edib bizə, bəzən də o qiyməti təyin etmək nədir? Çətin deyil, amma bəzən məqsədə uyğun olmur. Çünki şəriət deyir nədir? Mən indi bu rəylərin hamısını nəqilləmirəm. Belə deyək də, ən uyğun rəy budur ki, insan yaşadığı yerdə ən çox istifadə etdiyi qidanın 3 kiloqramının özünü və yaxud nədir? Dəyərini, pulunu verməli. Biz məsələn, Lənkəranda məsələn, ən çox nə yeyirik? Ən çox yediyimizin nədir? 3 kiloqramının ya özünü verməliyik, ya da nəyin verməliyik? Ya da pulunu verməliyik. Yəni burada artıq var, nə qədərdir fitrə zəkatı? İllərdir biz bunu hər il sual veririk. Bir mənalı bunu yadımızda saxlayıq. Ən çox istifadə etdiyimiz qidanın nə qədərsini verməliyik? 3 kiloqramını özünü verməliyik, ya da nədir? Pulunu verməliyik. Bu bir mənalı şəkildə daha yadda saxlayaq ki, bunu təyinləmək sənin nöqtəndədir. İndi ən çox biz nə yeyirik? Bəli, indi deyirsiniz şəriət kitablarında qeyd olunub ki, nədir? Undur, nə bilim, düyüdür və yaxud buğdadır, arpadır, ondan sonra qeyd olunub kişmişdir, xurmadır filan, bunlar hamı qeyd olunub. Lakin bu günləri ən önəmli məsələ budur ki, biz diqqət eləməliyik ki, bizim cəmiyyətimizdən ən çox nə yeyilir? Xurma, bəli, bahadır. Biz indi bir nəfər deyir, mən xurma ilə çıxardıram, 10 manatlıq kiloyu 10 manatlıq olan xurma ilə çıxardıram. Bu düyüdən də yaxşıdır, ondan da yaxşıdır. Mən daha çox veririm. Amma gəlin bu şeyə diqqət eləyək ki, onu qədər namazdır, mən deyə bilmərəm. Namaza gələnlər, bunu dəfələrlə demişəm, diqqət eləməlilər ki... Maşını gözləyirlər orada, 900 Namaza gələn diqqət eləməlidir ki, insan olmalıdır. Peyğəmbər zamanında sallallahu Allahümme salli ala Muhammed.
sən maşını sən kənarda saxlasın, mənim əziz qardaşım. Burada insan gəlir oturur dinləməyə, oturur burada yani namaz kılmaya gelir. Çıksın geçsin maşını versin o tarafa alınmır. Bura gelenler cümə namazına gelir. Kimsə getmə ehtimalı varsa maşınını məsciddən xaricdə saxlasın. Çox dönə xahiş edirəm sizə. Belə hər həftə bu problemi biz yaşamıyoruz. Peyğəmbər zamanında salavat deyir. Bəli, demək 3 kilo nədir? En çok istifadə ettiğimiz qidanın özünü ya dəyərini verməliyik. İndi biz gələk deyək, məsələn bir nəfər bunu deyirdim, xurma vermək istəyir. Gələk sən bunu diqqət nəzərində qoyasan ki, bugün bizim cəmiyyətimizdə xurma qida kimi gedir bizdə, ya gedir. Bizim ürfümüzdə biz xurmadan qida kimi istifadə etmirik əziz qardaşlar. Əsas yemək sayılmır bizdə. Kişmiş də bizdə əsas qida sayılmır. Bizim ürfümüzdə, Azərbaycanda, bizim cəmiyyətimizdə əsas qida nə sayılır? Düyü sayılır, un sayılır, çörək sayılır. Ona görə hər kəs öz imkanına görə məqsədə uyğun budur ki, bu iki növün nədir? Ya 3 kiloqramını, ya da 3 kiloqramının nəyini? Qiymətini versin. Yəni, da bunu uzatmayaq, xurma ilə verək. Xurma, kişmiş, bəzən onunla hesablamaq biraz nədir? Məsələ biraz problemlidir. Niyə? Çünki o çox bizim qidamız sayılmır. O qabaq ərəbin qidası sayılıb, amma bugün ərəb də onu qida saymır. Ərəb də qida kimi istifadə eləmək. Qabaq qida olub bəlkə. Bəlkə də yox olub. Amma indi qida deyil. Yəni hərdən bir istifadə edədiyimiz şeydir, çayla içəndə, bir filan, belə. Əsas onu doymaq üçün eləmirik ki. Doymaq üçün yediyimiz bizim unlu bir də düyüdür. Ona görə bu iki məsələyə daha önəm vermək lazımdır. Əziz qardaşlar, aile başçısı dediğim kimi hem özünün ve hem de aile özürlerinin əvəzinə bu iki növün birinin nədir? Ya özünün de adeten biz de özünü kilogramla vermirik. Pulunu hesab edirik de. Məqsədə uyğun bir en yaxşısı elə budur. Pulunu verirsən kasıba ki o gedib nə eləsin? Özünə bir gün ağlasın da istədiyi ehtiyaclarını alsın. Biz şərt değil bütün aile üzvləri nədir? Eyni növlə nədir çıxarılsın. Ata, ana özünü məsələn öz fitrəsini düyü ilə çıxardır, övladları isə unla çıxardır. Heç bir problemi yox. Yəni fərqlilik eləməyin heç bir iradı yoxdur. Şərt deyil ki, mən ailə başçısı kimi hamısını nədir düyü ilə çıxarmalıyam. Yox, özümü düyü ilə hesab edirəm. Məsələn, yoldaşımı düyü ilə hesab edirəm. Amma övladlarımı isə nədir? Unla hesab edirəm. Heç bir problemi yox. Yəni fərqlilik eləməyin də heç bir eybi, iradı yoxdur. Bu azadsız bu məsələdə bunu hər formada icra edə bilərsiniz. Demək, fitrəni nə qədər çıxarmalıyıq, nədən çıxarmalıyıq, bunu da nədir? İzah elədim, elə bilirəm, bunda da bir qaranlıq nöqtə qalmadı. Yaxşı, bayaq dedim, fitrə kimə vacibdir, bir məsələ vardı, onu dedim, amma onu izah eləmədim. Dedik ki, nədir? Fitrə vacibdir o şəxsə ki, onun maddi nəyi var? İmkanı var. Yaxşı, indi kimlər fitrə verməlidir? Fitrə, dedim, ağıllı, müsəlman falan onları qoydu ki. İmkan cəhətdən. Fitrə zəkatı o fərdə vacibdir ki, o insanın özünün və ailəsinin dolanışığını təmin eləmək üçün bir illik azudəsi var. Ya real praktiki varıdır indi, ya da maaş formasında nədir? Bu məvacib olur və özünü nədir? Özünü və ailəsini bir il təmin edə bilir, normal təmin edə bilir, problemsiz. Amma yox, əgər bir insanın özünün və ailəsinin ehtiyaclarını ödəmək üçün bir illik azudəsi yoxdursa, bu insan nə adlanır? Bu insan fəqir adlanır, ona fitrə zəkatı vermək vacib deyil, əksinə ona fitrə zəkatı nədir? Verilə bilər. Ona fitrə zəkatı verilə bilər. Ona görə bu məsələ vacib olmasında da buna diqqət eləmək lazımdır. Bir illik özünün və ailəsinin ehtiyaclarını ödəyə bilənlərə vacibdir fitrə zəkatı. Amma əks təqdirdə vacib deyil. Bəli, indi biri deyir ki, məsələn, mənim bu bir illik nadir hallarda insanlarda vardı, indi bu bütün insanlar bir illik azudəni ödəmək, məsələ bu hamısı üçün mümkün deyil. Yəni, əl çatan deyil. Yaxşı, bəs fitrə zəkatını hamısı istəyir ki, bunu icra eləsin. Bazardığımız qədər nədir? Bunu icra eləməklə məqsədə uyğundur, şəriət də bunu
buna bizi dəvət edir ki, ən azı nədir? Sən kasıb da olsan, bir nəfərin payını nə edə bilirsənsə, verə bilirsənsə, ailə başçısının əl-ələ bir nəfərdən çıxardasan onu nədir? Verəsən kasıb. Heç olmazsa bir nəfərin payını verir. 2 nəfərə verə bilirsən, 2 nəfərə. Yəni Allah şəriəti bu asan şəriətdir. Yəni səni yükləmir, məcbur da eləmir. Sadəcə olaraq biz öz vəzifəmizi nə etməliyik? Bilməliyik. Ən önəmli məsələlərdən biri bu fitrə zəkatı ilə bağlı fitrə zəkatını kimə verməliyik? Fitrə zəkatını çıxartdıq, indi bunu kimə verməliyik? Fitrə zəkatı ümumi zəkatda qeyd olunan hər bir yerə xərclənə bilər. Lakin fitrə zəkatını alimlər, müctəhidlər deyirlər, xüsusən Ramazan bayramında bu fitrə zəkatı kasıb insanlara sərf olunmalıdır. Xüsusən kasıb insanlara sərf olunmalıdır. Burada məsələn, biri çıxar deyər ki, məsələn, biz filan yerdə yol çəkirik, gətirin nədir? Bu fitrə zəkatını yığaq ora verək. Eləməyəsiniz bu işi. Xəstə üçün pul yığırıq, məsələn, filan edirik. Belə şeylər eləməyəsiniz. Kasıba verilməlidir. Özü də hansı kasıba verilməlidir? Bu məsələ də önəmlidir, diqqət nəzərində saxlayır. Hər bir fərd çıxartdığı zəkatı öz yaşadığı yerdə sərf eləməlidir. Zəkat fitrəsini mən Lənkəranda yaşayıramsa, çıxarandan sonra onu Bakıya göndərə bilmərəm. Onu başqa kəndə, başqa vilayətə göndərə bilmərəm. Şəriət sənə deyir ki, çıxartdığın fitrə zəkatını harada sərf eləməlisən? Öz yaşadığın yerdə. Bunun da məntiqi, cəmiyyətə bir faydası var. Şəriət deyir ki, qardaş, sən uzağa niyə gedirsən? Öz ətrafında kasıblara axtar. Və xüsusən də qohumlara daha çox önəm ver. Bunu mən dəfələrlə demək olar ki, elə sədəqədən danışanda bunu deyirəm və həmişə də deyəcəyəm, demək də lazımdır. Qardaşlar, bizim qohum əqrabanı axtarsaq, illaki kasıblar var. Hərəmiz özümüz, öz yaxınlarımızı yaxşı bilirik. Bu günlərdə onlara daha çox diqqət yetirək ki, nədir? Qoy, belə deyək də, səhlənkarlıq eləyib kimisə nədir, ehtiyaclı olan insanı möhtac buraxmayıb öyrəm gün. Ona görə baxın, fitrə zəkatı çıxarılan vaxtı harada çıxarılıbsa, orada da sərf olunmalıdır. Bu nöqtə qanundur. Çıxarılan fitrə zəkatının pulunu dəyişmək olmaz. Bu var şəriətin vacib hökmləridir. Mən çıxarmışam bu məbləği deyirəm, məsələn, zəng edirəm, məsələn, Kərbalıya, Zakirəmiyə deyirəm ki, mən 20 manat çıxarmışam, sən öz cibindən 20 manat ver, sonra mən bunu verərəm sana. Olmaz, bu çıxarılan məbləğ verir. Və ona görə də o fitrə zəkatını kartlara atmaq olmaz. Bu günlər o kartlar çoxalır, kartı qoyub falan kasıbsınız, falan atmayın kartları. Yəni siz şəriət hökmünü yerinə yetirmək istəyirsiniz, lakin nədir? Bilmədən də elədiyiniz əməl olur heç nə. Elədiyiniz əməl olur heç nə. Bu günləri sosial şəbəkələrdə, internet saytlarında görsən, kartlar paylaşılır çoxlar. İndi var, düzü də var, dəvə düzü də var, hamısı qədər adam da bir-birinədir. Ona görə ən yaxşısı qardaş, bu vacib ildə bir dəfədir. Onu sən məqsədə uyğun formada yerinə nə elə? Çatdırmağa çalış. Sədəqə olar karta. Bəli, sədəqə ilə işimiz yox, sədəqəni karta atmaq olar. Amma fitrə zəkatını atmaq olmaz. Fitrə zəkatını nə çıxarmırsansa onu verməlisən. Onu dəyişə bilməzsən. Bu məsələ önəmlidir, buna diqqət etmək lazım. Ondan əlavə, fitrə zəkatını dilənçiliyi özünə adət eləmiş, peşə götürmüş insanlara vermək olmaz. Görürsünüz bu insanlar ki var, ilin bütün günləri bunun işi ən asıl dilənçilik eləməkdir. Bu işi özünə peşə götürür. Mən dəfələrlə bu sözü deyirəm, müəllim işə gedən kimi, fəhlə işə gedən kimi, bu da bunu iş sayır. Səhər-səhər durur, ən rahat iş budur. Gedir dilənçilik eləmək. Bu cür insanlara fitrə zəkatı verirsiniz, sizin boynunuzda o qalır, gələ təzdən verəsiniz. Diqqət edin, sədəqə barədə bu mən demişim. İnsan bu işi özünə peşə eləyənlər nədir? Rahat özləri üçün qazanc variantı tapırlar. Bu iş deyil. Bunu şəriət nədir? Qəbul eləmir. Sən fitrə zəkatını normal insana verməlisən ki, həqiqətində onun ehtiyacı var.
Və verəndə də, bax bunu da deyirəm, biz fitrə zəkatı verərkən kimisə şənini, üzünün suyunu tökmək məqsədilə vermirik, ona kömək eləmək məqsədilə veririk. Bunun fitrə zəkatı olmasını da demək şərt deyil, değil mi? Mən sənin üçün hədiyyə gətirmişəm. Bu ünvanla verir. Çünki bu günləri bu kasıb insanlar, elə kasıb insanlar var ki, Allah da Quranda onları vəsf edir, Peyğəmbər Əhl-i Beytinin sözlərində də o insanlar var. Bəzi insanlar var, həqiqətən də möhtacdırlar, amma həya edirlər anasına, həya edirlər deməyə. Allah bəzən də bizim aramızda elə möminlər var, həqiqətən də möhtacdırlar, amma özünün suyunu tökə bilmir, öz hörmətini saxlayır. Amma bəzi insanlar ki, elə illərdir elə bu işi peşə ediblər, onlar artıq üzr istəyirəm ifadəmə görə, həya qalmıyor özdə. Həya qalmıyor. Ona görə də bu məsələlərə, əziz qardaşlar, diqqət etmək lazımdır. Ondan da bax, bu məsələlərə də diqqət etmək lazımdır. Seyyid olmayan seyyidə fitrə zəkatı verə bilməz. Seyyid öz fitrə zəkatını həm seyyidə və həm qeyri-seyyidə verə bilər. Seyyiddə nədir? Seyyidin əhatə dairəsi genişdir. Seyyidə və qeyri-seyyidə verə bilər. Amma seyyid olmayan isə, Peyğəmbər nəslindən olana nədir? Fitrə zəkatı verə bilməz. O gərək nədir? Seyyid olmayan, seyyid olmayana nədir? Fitrə zəkatı verir. Bu məsələlərə qardaşlar diqqətlə yanaşmaq lazımdır, onları izah eləmək lazımdır. Kasıblara axtarın, soruşun. Burada məsciddə də, yəni, burada o qədər kasıblar müraciət olunur, eləyirlər falan. Əgər kasıb yoxdursa, bura müraciət edə bilərsiniz. Yəni, onu kasıba laf belə sizi özünüzə deyək ki, məsələn, kimdir, nə dəfə verə bilərsiniz. Bu şeylər bu günlərdə yerə nədir? Məqsədə uyğun icra olunsun. Yerinə yetsin. Öz elədiyiniz əməli hədər verən eləməyin, zay eləməyin. Yaxşılıq eləmək həmişə yaxşıdır, amma bu isə vacibdir. Vacibatı şəriət qeyd etdiyi kimi icra eləməliyik. Əzizlər, qarşıdan gələn Fitr bayramı, Ramazan bayramı, hamınız üçün mübarək olsun. Amin. Allah hamımızın gələn günlərini xeyirli, bərəkətli. Amin. Allah bu güzel günləri, bu güzel ayı bizim üçün sonuncu qərar verməsin. Amin. Bu mübarək günlərdə bağışlanmışlardan qərar versin. Amin. Allah subhanahu ve ta'ala keçən günlərimiz keçib, gələn günlərimizi daha xeyirli, daha uğurlu, daha bərəkətli qərar versin. Amin. Allah Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən bizdə ayın görünməsi fətvaya əsasən ayın 29-u axşam bayram gecəsi elan olunub, 30-u da bayram günü elan olunub. Namaz da təxminən 9-10-un yarısı arasında qılınır. Allah subhanahu ve ta'ala gələn günlərimizi xeyrə mübəddəl eləsin. Amin. Allah subhanahu ve ta'ala bizləri bağışlamamış bu aydan çıxarmasın. Amin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Amin. Xəstələrimizə də tezliklə şifa, inayət eləsin. Amin. En güzel kelam Allah kelamıdır ki Kur'an-ı Kerim'de deyir. Bismillahirrahmanirrahim. Vel asri innel insane lefi khusr illellezine amenu ve amilus salihati ve tevasav bil hakki ve tevasav bis sabr. Amenna billah. Sadakallahul aliyyul azim. Vesselamu aleyküm cemi'an ve rahmetullahi ve berekatuhu. Allahümme